Qarabağda faydalı yataqların qanunsuz istismarına və bundan irəli gələn ekoloji fəsadlara qarşı Azərbaycanın qeyri-hökumət təşkilatı fəallarının aksiyası davam eləyir və özü də günün istənilən vaxtı, istənilən hava şəraitində. Ekofəallar haqlı tələblərinə israrlıdırlar. Yol isə təbii ki açıqdır. Bugün də ərazidən həm Beynəlxalq Qırmızı Xaç Komitəsinə, həm də Rusiya sülhməramlı kontingentinə aid nəqliyyat vasitələrinin maneəsiz keçidi təmin olunub. Qarabağ İqtisadi rayonunda sərvətlərin talan olunmasına qarşı Xankəndi-Laçın yolunda aksiya davam edir. Şüar isə belədir: ekoloji terrora yox. Dekabrın 12-sindən başlayan və 39 gündür fasilə verməyən etirazların keçirildiyi yolda nəqliyyatın hərəkəti də fasiləsizdir. Hər gün Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Rusiya sülhməramlarına aid nəqliyyat vasitələrinin maneəsiz keçidinə şərait yaradılır. Elə bugün də istisna olmadı. Təkcə sülhməramlı kontingentə aid 30-dan çox avtomobil bu yoldan istifadə etdi. Aksiyaların 39-cu günü Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 4 minik avtomobili Xankəndindən Laçın istiqamətinə aksiyaların keçirildiyi yerdən heç bir məhdudiyyət olmadan hərəkət edir. Daha sonra komitəyə aid 4 avtomobil əks istiqamətə Laçından Xankəndinə doğru irəlilədi. Aksiyaçılar hər gün yüksək fəallıq göstərirlər. Onlar gecədən səhərədək davamlı şəkildə isti yer və qidalarla təmin olunurlar. Hər günü Azərbaycan dövlət himninin səsləndirilməsi ilə açan ekofəallar vətənpərvərlik ruhunda mahnılar ifa edirlər. Azərbaycan, İngilis və Rus dillərində şüarlar səsləndirərək ərazilərimizdə ekoterrorun dayandırılmasını tələb edirlər. Qızıl emal olunarkən təbiətə atılan tullantılar bizim ətraf mühitimizə çox ciddi ziyan vurur. Təbiətimizə, suyumuza, havamıza, biomüxtəlifliyimizə, su hövzələrimizə çox ciddi ziyan dəyir. Bu da təbii ki ekoloji fəlakətin ən ciddi formasıdır. Ekologiyamıza ciddi şəkildə ziyan vurulur, təbii sərvətlərimizə ziyan vurulur, ekologiyamıza qarşı cinayətlər törədilir. Bizim burada olma məqsədimiz bu cinayətlərin dayandırılması, öz səsimizi dünyaya çatdırmaq istəyirik ki biz bunu İngilis, Rus, Azərbaycan dillərində də bütün dünyaya çatdırırıq və bizim tələblərimiz yerinə yetirilənə qədər biz bu aksiyanı davam etdirəcəyik. Nə olursa olsun biz geri dönməyəcəyik. Biz məqsədimizə çatana kimi buradan getməyəcəyik. Baxmayaraq ki hava qarlıdır, soyuqdur, amma biz buradan tərpənməyəcəyik. Azərbaycan haqqdır, sərvətinə dayaqdır. Azərbaycan haqqdır, sərvətinə dayaqdır. Hava şəraitinin soyuq olmasına baxmayaraq bizim əhval-ruhiyyəmiz yerindədir. Artıq aksiyanın 39-cu günüdür. Bizim tələblərimiz ekoloji təbiətimizi qorumaqdır və istəyirik ki, monitorinq qrupları müvafiq ərazilərə daxil olsunlar. Buradan qarşı tərəfin avtomobillər keçir və biz heç bir şəkildə onlara müdaxilə etmirik. Heç bir çəkilişlər də olmur biz tərəfindən. Monitorinqda! Stop ekaçı! Stop ekaçı! Stop ekaçı! Elnur Tofiq, Elşad Heydərov, Rüstəm Mikəlzadə, Rauf Məmmədov, ASTV Xəbər.